Ermənilər yenə küçələrə tökülüb. Bir sözlə bu xəstə millət durub dayanmaq bilmir. Dəyişən bir şey yoxdur. Yenə də məşəl yürüşü, yenə də Azərbaycan və Türkiyə bayraqlarının yandırılması və qan deyən bütün ermənilərin Katarikosu 2-ci Qareginin təxribatçı çıxışı. Yaranışdan qayəsi terror olan Daşnaqsütun Partiyasının gəncləri isə yenə də ön sıradadır. Məşəl yürüşündə Türkiyəyə hərbə zorba gəlmək də unudulmadı. Daşnaq Jora Avdalyan. Biz buradan Türkiyə gənclərinə səslənirik. Əmin olun ki, erməni gəncləri arasında yenə də Sargomon Teyliryan və Arşavir Şirakyanlar olacaq və qeyd edək ki, adı çəkilən hər iki şəxs tanınmış terrorçudur. Biz erməni gənclərinə də səslənirik. Vur, daha çox vur. Vur ki, düşmən sənin nəfəsini hiss etsin. Vur ki, düşməni sevindirən əllər titrəsin. Və yenə də 110 il əvvəl heç bir tarixi mənbəyə söykənməyən saxta erməni soyqırımı və milyon yarım erməninin güya soyqırıma məruz qalması haqda səslənən iddialar. Maraqlısı isə odur ki, qondarma soyqırımda olduğu kimi rəqəmlər tez-tez dəyişir. Belə ki, ermənilər Qarabağı tərk edənlərin sayını da dayanmadan artırırlar. Öncə onlar güya 100 min idi, sonra isə 120 min oldu. Bugünkü tədbirdə isə onların sayı artıq 150 minə çatdırıldı. Eynən saxta erməni soyqırımında olduğu kimi, öncə 300 mindən başlayıb günümüzdə milyon yarıma çatdırıldığı kimi, məşəl yürüşündə çıxış edən Daşnaq Jora Avdalyan Türkiyəyə səsləndi. Biz buradan Türkiyə hakimiyyətinə açıq mesaj veririk. Bizim mübarizəmiz sönməyəcək. Daha sonra isə Daşnaq qırıntısı çıxışını bu sözlərlə bitirdi. Gələcəyə bizim çatmağımızın bir yolu var. Mübarizə, mübarizə, mübarizə. Döyüş və döyüş. Maraqlıdır ki, erməni rəsmiləri isə keçirdikləri bütün yüksək səviyyəli görüşlərdə günü bugün Azərbaycanla saziş imzalamağa hazır olduqlarını bəyan edirlər.